Salam hörmətli izləyicilər, videoya xoş gəldiniz. Bu videoda 7-ci sualın izahına baxacağıq. İzaha keçməmişdən əvvəl qeyd edeyim ki, artıq qəbul imtahanına bir ay vaxt qalıb. Bu bir ay ərzində nə etdinizsə odur. Nəticəni artıra da bilərsiniz, azalda da bilərsiniz, stabil saxlaya da bilərsiniz. Yəni hər şey sizin təkrarınızdan asılıdır. Ona görə də maksimum şəkildə təkrara xüsusi diqqət yetirin. Deyək ki, sistem tarazlıqdadır. M1 cismi 20 kq-dır. Dayağın reaksiya qüvvəsi 40 Newtondur. Cismin kütləsini hesablamağımızı istəyir. Birin kütləsi 20 kq-dırsa aşağı doğru ağırlığı olacaq mg-dən 200 Newton. Reaksiya qüvvəsi də yuxarı doğru belə yönəlir 40 Newton. İndi baxın, cismə təsir edən qüvvələr nələrdir? Yuxarı doğru 40-dan ipin gərilmə qüvvəsidir, aşağı doğru da ağırlıq qüvvəsidir. 160. Deməli, baxın, bura 160 düşür. Bura 160 düşürsə, onda buralara nə düşəcək? Bu ikisinin cəmi 160 verməlidir də. Deməli, bunlar 80, 80-dır. Və eyni ipdə eyni gərilmə olduğu üçün elə burada 80 Newton düşəcək. 80 Newtondursa, onda M2-nin də kütləsi olar 8 kq. Sistemə baxsaq, burada bir dənə tərpənən blokumuz var, bir dənə də tərpənməz blokumuz var. Və cisimdə hal-hazırda mən saxlamışam. Cisim burada dayağın üzərində sükunətdədir. Onda yuxarı doğru eynən məsələdəki kimi dayağın reaksiya qüvvəsi təsir edir və aşağı doğru mg ağırlıq qüvvəsi təsir edir. Sadəcə mən burada ikinci cisim asmamışam, öz əlimlə tutmuşam və həmin situasiya üçün həmin 80 Newton qüvvə elə bil ki, mənim tətbiq elədiyim qüvvədir, ipə tətbiq elədiyim qüvvə. Yəni tarazlıq alanda bu şəkildədir. Əgər mən 80 Newtondan daha çox qüvvə tətbiq eləsəm, onda tarazlıq pozulacaq və cisim qalxacaq yuxarı.